Qırğızıstanın Isıqqul bölgəsinin yüksək dağlarında Salburun, yəni yırtıcı quşlar və cins itlərlə ənənəvi ov mövsümü açılıb. Köçəri həyat tərzinin ayrılmaz hissəsi olan bu qədim sənət bu gün də öz ruhunu qoruyub saxlayır. Ov buynuzunun gür səsi dağlarda əks-səda verir. Bu səs Salburunun başlandığının carçısıdır və qədim ov mərasiminin ilk dəqiqələrini simvolizə edir. Salburun çox qədim ov mədəniyyətidir. Uzun illər bu ənənə unudulmuşdu. Biz onu yenidən dirçəltməyə və milli idman növü kimi bərpa etməyə nail olduq. Salburunun ilk mərhələsi berkutların sınağı ilə başlayır. Keçmişdə bunun üçün tülkü və dovşanlardan istifadə olunsa da, bugün onların yerini heyvan dərisi və lələklərdən hazırlanan yemlər tutur. Atlı həmin yemi kəndirlə sürətlə dağın ətəyinə doğru aparır. Berkut isə iti baxışları və dəqiq hücumu ilə onu yaxalamağa çalışır. Biz əsasən berkutlardan istifadə edirik. Berkut ovçu quşların şahıdır. Bundan başqa şahin və qırğı kimi digər yırtıcı quşlardan da istifadə olunur. Berkutların nümayişindən sonra növbə oxatanlara çatır. Əvvəlcə oxun uzağa atılması yoxlanılır. Daha sonra isə çaparaq gedən atın belində hərəkətdə olan hədəfi vurmaq tələb olunur. Bu köçərilərin əsrlər boyu formalaşdırdığı ən çətin bacarıqlardan biri hesab edilir. Ov zamanı yalnız qırğız tayqanlarından istifadə edirik. Tayqan Qırğızıstana məxsus unikal tazı cinsidir. Son 20 ildə bu cinsin sayını bərpa etmişik və indi də onun inkişafı üzərində çalışırıq. Tayqanlar bütün tazılar arasında ən dözümlü cinsi hesab olunur. Onlar sərt iqlimə, acılığa və ağır şəraitə davamlıdırlar. Əsrlər boyu sürüləri vəhşi heyvanlardan qoruyublar. Tayqan gecə gözətçi, gündüz isə ovçudur. Salburun yalnız yay aylarında həyata keçirilir. İlin qalan hissəsində isə ovçu quşlara dincəlmək və nəsil artırmaq imkanı verilir. Təbiətə hörmət köçəri mədəniyyətinin əsas prinsiplərindən biri sayılır və bu ənənə bugün də qorunub saxlanılır. Mənim öz berkutlarım var. Onlardan əsasən tülkü və şaqqal ovlayırıq. Şaqqalların sayı ölkəmizdə çox olduğuna görə onların populyasiyasının tənzimlənməsi vacibdir. Tayqanlardan isə canavar və şaqqal ovuna çıxırıq. Beləliklə, ənənəvi üsullardan təbiətdə tarazlığın qorunmasına da töhfə veririk. Bugün Salburun Qırğızıstanın milli irsinin mühüm hissəsinə çevrilsə də, təxminən 10 il əvvəl demək olar ki, unudulmaq həddində idi. Milli Ov Federasiyası qədim mənbələrdən, Manas dastanından və ağsaqqalların yaddaşında qalan biliklərdən istifadə edərək bu sənəti yenidən dirçəldib. Bu işə başlayanda nə kitab var idi, nə də film. Bütün biliklər yalnız ağsaqqalların yaddaşında yaşayırdı. O vaxt bu sənəti bilən cəmi 4 nəfər qalmışdı. Mən onların təcrübəsini toplamağa başladım. Kitablar yazdım, filmlər çəkdim. Əvvəllər hər şey yalnız şifahi şəkildə ötürülürdü. İndi isə artıq güclü məktəb formalaşdırmışıq. Tarixçilərin fikrincə Salburunun təxminən 4000 illik tarixi var. Bugün isə o, qədim ov sənəti olmaqla yanaşı, həm də Qırğızıstanın milli kimliyini yaşadan mədəni irs nümunəsidir. Süleyman Həmidov, Zaur Ağamir, İTV Xəbər, Qırğızıstan.